Bu mövsüm Türkiyənin TRT1 kanalında yayımlanan Böyük Səlcuqlu serialında izləyicilərin marağına səbəb olan xarakterlərdən biri də Həsən Sabbahdır. Bəs əslində Həsən Sabbah tarixdə kimdir? Videoya keçməzdən əvvəl kanala abunə olmağı unutmayın. Həsən Sabbah 1055-ci ildə İranda Qum şəhərində dünyaya gəlib. Zamanın öndə gələn məktəblərində oxumaq şansı tapıb. Ailəsi ilə birlikdə daha sonra Rey şəhərinə köçüb. Burada Şiə inancının başçıları ilə təmas edib və Şiəliyi mənimsəyib. Dini işlərini inkişaf etdirmək üçün Fatimilərin hakim olduğu Qahirəyə gedib. İrana döndüyündə Səlcuqlu sarayından məşhur Böyük Səlcuqlu vəziri Nizamülmülkün əmrində işə başlayıb. Bəzi iddialara görə Nizamülmülk, Ömər Xəyyam və Həsən Sabbah eyni dövrdə tələbə və yaxın dost olublar. Ömər Xəyyam, Həsən Sabbah və Nizamülmülk orta məktəbdə oxuyanda söz verirlər ki, əgər biri mövqeyi qazansa, o birilərini himayə etsin. Amma Həsən Sabbahla Nizamülmülk arasında olan münasibətin dostluğa heç bir dəxili yoxdur. Belə ki, Sabbah saraya gələndən biraz sonra Nizamülmülklə toqquşmalı olur. Vergi və maliyyə işləri ilə tanış olan Həsən Sabbah bu qərara gəlir ki, çoxlu yeyinti və mənimsəmə var. Bunları üzə çıxarsa, özünə yaxşı mövqeyi qazana bilər. O saraya Nizamülmülkün təqdimatı ilə gəldiyindən böyük nüfuz qazanmışdı. Amma bu Nizamülmülkdə qısqanclıq doğurur. Bir gün Sabbah Sultanın qulağına çatdırır ki, maliyyə işlərində yoxlama aparmaq lazımdır. Təcrübəli Nizamülmülk yoxlamaya 6 ay vaxt lazım olduğunu deyir. Həsən Sabbah isə 2 həftə vaxtda bu işi çözə biləcəyini bildirir. Hesabatın belə qısa müddətdə baş tutması Nizamülmülkün sonu deməkdir. Ona görə o yaxın adamlarını Sabbahın qrupuna daxil edir. Onlar hər şey haqqında ona xəbərdar edir. Sonra vərəqləri bir dəftərdən başqasına qoymaqla hər şeyi pozurlar. Hesabat günü məlum olur ki, hər şey alt-üstdür. Sabbah rüsvay olur və şahın hüzurundan qovulur. Bundan sonra Həsən Sabbah Misirə qaçır. Daha sonra isə dağların başında olan Alamut qalasını ələ keçirir və burada dünyanın ilk terror təşkilatı olan Xaşxaşilər təşkilatını yaradır. Həsən Sabbahın məqsədi Səlcuqlu dövlətindən intiqam almaq idi. Bunun üçün Nizamülmülk və Sultan Məlikşahı öldürmək istəyir. Həsən Sabbah əvvəlcə Alamut qalasında bəzi dəyişikliklər edir, qalanın divarlarını gücləndirir. Həsən Sabbah gənc ikən bir şeyxin ona xaşxaş içirməsi ilə bitkinin təsirini anlamış və onunla bir çox insanı aldada biləcəyini bilirdi. Ona görə də Hindistandan xaşxaş bitkilərini gətirtdirir. Dünyanın dörd tərəfindən kölə bazarından gözəl qadınları gətirtdirir, başlarına xanım ağaları qoyaraq yetişdirir. Daha sonra Həsən Sabbah Xəzər dənizi yaxınında daha bir böyük qalanı ələ keçirir. Həsən Sabbahın uğurlarını eşidən digər təriqət nümayəndələri də Alamut qalasına axın edirlər. Xaşxaşilər qısa vaxt ərzində güclənirlər. Xaşxaşilərin güclənməsi Səlcuqlunu da narahat edir. 1092-ci ildə Nizamülmülk Xaşxaşilərə qarşı böyük savaşa başlayır. Bu zaman Həsən Sabbahın fədailərindən olan İbn Tahir tələbə qılığına girib Nizamülmülkün çadırına gəlir və Nizamülmülkü xəncərlə öldürür. Beləliklə Xaşxaşilərə olunacaq həmlənin qarşısı alınır. Çox keçmədən Xaşxaşilər tərəfindən Sultan Məlikşah da öldürülür və Səlcuqlu dövlətinin çöküşü sürətlənir. Daha sonra hakimiyyətə gələn Sultan Səncər Xaşxaşilərə qarşı həmlə etməyi planlaşdırır. Lakin yatağına saplanmış xəncər və məktubu görüncə fikrindən daşınır. Məktubda istər bizə hücum et, istərsən bizi rahat burax. Əgər yatağına öz evim kimi girə bilirəmsə, özündən muğayət ol. Məhz bu məktubdan sonra Sultan Səncər Xaşxaşilərə qarşı planından vaz keçməli olur. Həsən Sabbah 1124-cü ildə Alamut qalasında ölür. Onun ölümündən sonra qurduğu terror təşkilatı yavaş-yavaş zəifləyir. Alamut qalası isə Monqollar tərəfindən məhv edilir.